لَقَدْ عَرَفْنَا شَيْئًا كَثِيرًا عَنِ الْبُوذِيَّةِ وَالْيَهُودِيَّةِ وَالْمَسِيحِيَّةِ. Biz, arafnə, burada bitişən əvəzliyi var, demək buradan başlayırıq. Biz, demək, Buddizm, İudaizm və Xristiyanlıq barədə çox şey öyrəndik. Laqat, bu ədatdır, feilin önündə işləyib, iş gəlir və işin bitməsinə dəlalət edir. Araf nə? Biz öyrəndik, keçmiş zaman feilidir, birinci şəxsdədir. Faili burada nədir? Biz, həm kişi və həm qadın cinsindədir. Bu feil təsirli feildir. Öyrəndik biz nəyi? Bax bunu öyrən. Şeyən kəsiran, çox şeyi öyrəndik. Burada şeyən kəsiran vasitəsiz tamamlıqdır və təsirli halda olmalıdır. Burada heç vaxt bu adlı halında ola bilməz. Şeyən kəsiran, çox şey öyrəndik. Şeyən kəsiran özü uzlaşan təyini söz birləşməsidir. İsim sifət əlaqəsidir. Uzlaşan təyini söz birləşməsində isimlə sifət arasında 4 hal özünü gözləməlidir. Burada cins, şeyənlə kəsiran uyğun gəlir. Hal, hər ikisi də təsirlikdədir. Müəyyənlik və qeyri-müəyyənlik, şeyən də qeyri-müəyyənlikdə, kəsiran da qeyri-müəyyənlikdədir və kəmiyyət, şeyən də təkdə, kəsiran da təkdədir. An, ön qoşmadır, haqqında, barəsində, əl-buziyyəti, demək, buddizm, bu nisbi sifətdir. Yiyəlik halında olmalıdır, çünki an ön qoşması var. Vəl-yahudiyyəti, bu da İudaizm deməkdir, nisbi sifətdir, yenə də yiyəlik halında olmalıdır, çünki an ön qoşması təsir edir. Vəl-məsihiyyəti və xristiyanlıq barədə, yəni burada da vəl-məsihiyyəti yiyəlik halında olmalıdır və bunun özü də nədir? Nisbi sifətdir.